Herkese salam dostlar, hər vaxtınız xeyirli olsun. Demək dostlar, məndən tez-tez soruşurlar ki, bu PCP tip tüfəngi olsun, istər perolonka olsun, qatlanan olan, bunun lüləsini nə cür və necə təmizləyək? Mən istəyirəm ki, bunun haqqında bir video çəkim. Bunu təmizləmək istəyən qardaşlarımız, dostlar, həvəskarlar, ovçular rahat şəkildə təmizləyə bilsinlər. Deməli, bizə lazımdır belə bir leska 0.9 razmerində. 2 metr bundan kəsirik, burasını düyünləyirik bir-birinə. Və bu biri tərəfi də bu şəkildə olur, belə. İndi mən sizə göstərim. Silahımızı qoyuruq qurulu halda. Bunda bağlayırıq ki, əlimiz tətiyə toxunub eləyərsə bu işləməsin, getməsin. Və bunu buradan yavaş-yavaş lülənin içərisinə salırıq. Bir dəqiqə, indi mən sizə dəqiq göstərəcəm. Və buradan çıxdı bu. Görüm düşür kameraya. Bəli. Və buradan bu çıxdı. Bu da nəmli salfetkanın qurudulmuş halıdır. İsti yerə qoymaqla qurutmaq olar. Günün altına qoyursan bu quruyur yəni. Sonra bunu belə dartıb uzadırsan. Belə qatdalayırsan. Bir də qatdalayırsan. Və bu şəkildə buradan keçirəcəksən. Bax buradan. Bu şəkildə buradan çəkirsən, bu lülənin içərisi silə-silə çıxır. Belə. Və dostlar, özünüz də baxın. Belə lülənin içərisini təmizləyir. Bu prosesi 2-cə dəfə eləsəz bəs eləyər. 2 dəfə. Təmizləyəndən sonra da bir 3-4 atış atırsınız. Ondan sonra qurutmana və yaxud hədəfə istifadə eləmək olar. Sağ olun dostlar. Ümid edirəm ki, köməkliyim dəymiş olar sizlərə.